Qalibala Hacızadənin belə bir bəndi qarşıma çıxdı. Bilmirəm əlindən mən hara gedim. Ay mənim cəfakeş, qanan ürəyim. Dünyanın dərdləri sənə mi qalıb? Ay qəmlər əlindən yanan ürəyim. Sanki mənə aid bu sözlər. Sanki nə vaxtsa illər öncə 5000 kilometr uzaqlığa qaçan mən idim. Bu sözlərin ünvanı. Onda qəlbimdən belə bir sözlər gəldi. Mən getdim, düşündüm, bitər bu zillət. Nahaqdan çəkdiyim qına, əziyyət. Yazımdan mən qaça bilmədim əlbət. Özüm öz əlimdən haraya qaçım? Ay mənim qovrulub, yanan ürək. Haraya getsəm də kölgəm gələcək. Qismətim mənimlə birgə gedəcək. Ürək danışacaq, yenə dinəcək. Özündə səhvini anlayan gündən, bağışla söyləyib etiraf edəndən, zəkat duaların savab olandan mükafat qapına özü gələcək. Məni bağışlayan dinən ürəyim, ömrümə rahatlıq verən ürəyim, Zulə qəlb. O gündən ki, Nurayba Qəlbinur bizə anlattı ki, qəlb Allahın evidir. Allahı göylərdə deyil, ürəyimizdə, qəlbimizdə axtarmalıyıq. Bax, o gündən mən Allahımı tapdım. Sən demə çox yaxındaymış, əlimin altında. Günlərlə söhbət etdiyim oymuş. Cavab verən də, cavabsız qoyan da oymuş. Allahın məsləhətinə şükür. Necə deyir şair, dəryada batanda gəmi özü ilə gətirir kədəri, qəmi. Nə qohum, nə qardaş, nə dayı, əmi. Allah hər kişinin özünə versin. Canavar ac qalmaz öz bölgəsində. Qalsa da zalimin məngənəsində. Hər kişi yaşayır öz kölgəsində. Allah hər kişinin özünə versin. Bəli, mən qaçdım. Qaçdım ki, uzaqlaşım, qaçdım ki, unudum, qaçdım ki, alışıb yanmayım. Amma nə qədər qaçdımsa, qismətimdən qaça bilmədim. Taleyimdən qaça bilmədim. Məsləhətinə şükür. Yazdığı qismətinə şükür. Anlattığı hər halıma şükürlər olsun. Bugünkü əhvalıma da şükürlər olsun. Çox şükür ya Rəbbim. Nə yaxşı ki, məni yaratmısan. Bu səhvlərimlə, günahlarımla anlattığına da, anlatmadığına da, aldığına da, verdiyinə də, apardığına da, qismət etdiyinə də şükürlər.